İranın yeni ali dini lideri seçildi. Ama heç kim onu görmədi. Nə rəsmi çıxış etdi, nə televiziya qarşısına çıxdı, nə də atasının dəfn mərasimində iştirak etdi. İndi isə Amerika Birləşmiş Ştatlarının Mərkəzi Kəşfiyyat İdarəsi və İsrailin Mossad xidməti onun izinə düşüb. Müçtəba Xameneyi haradadır? Bu sual artıq təkcə İranın daxili siyasəti ilə bağlı deyil. Bu sual yaxın şərqdə növbəti müharibənin taleyi ilə bağlı ola bilər. Çünki İranın ali dini lideri görünmürsə, bu sadəcə təhlükəsizlik tədbiri deyil. Bu hakimiyyətin görünməyən tərəfidir. Atası Əli Xameneyi martın əvvəlində iqamətgaha endirilən dəqiq hava zərbələri nəticəsində öldürüldü. Bundan sonra Müçtəba Xameneyi İranın yeni ali dini lideri elan olundu. Ardınca ölkədə rəsmi vida mərasimi keçirildi. Qum şəhərində dəfn mərasimi təşkil olundu. Bir çox ölkələrdən nümayəndə heyətləri mərasimdə iştirak etdi. Lakin məhz ali dini lider seçildiyi andan etibarən o ictimaiyyət qarşısından tamamilə yoxa çıxdı. The Times qəzetinin yaydığı məlumata görə Mərkəzi Kəşfiyyat İdarəsi və Mossad onun yerini müəyyən etmək üçün görünməmiş səviyyədə əməliyyat aparır. Kəşfiyyat dairələrində belə hesab olunur ki, Müçtəba Xameneyi son hava zərbələri zamanı ağır yaralana bilərdi. Məlumatlarda bildirilir ki, o uzun müddətdir telefon və ya notebookdan istifadə etmir. Onun Tehranda və ya Qum yaxınlığında çox ciddi mühafizə olunan yeraltı sığınacaqlarda gizləndiyi ehtimal edilir. Ən diqqət çəkən məqam odur ki, elektron müşahidə sistemləri nəticə vermir. Feyklər, telefon siqnalları, internet trafiki heç bir hədəfə aparmır. Bu səbəbdən əməliyyatın əsas istiqaməti dəyişdirilib. Artıq kiber kəşfiyyat deyil, insan kəşfiyyatı ön plana çıxıb. Keçmiş Mossad rəsmilərinin sözlərinə görə Müçtəba Xameneyi mesajlarını əl yazısı şəklində özlərinin nə daşıdıqlarını bilməyən bir neçə vasitəçi vasitəsilə göndərir. Yəni onun yerini müəyyən etməyin yeganə real yolu yaxın çevrəsinə sızmaqdır. Bəzi kəşfiyyat nümayəndələri daha da irəli gedir. Onlar hesab edirlər ki, Sepah onun ölümünü gizlədə bilər. Digərləri isə rejimin Müçtəbanın oxşarlarından istifadə etməsi ehtimalını irəli sürür. Bu iddialar təsdiqlənməyib. Lakin onların mövcudluğu belə İran daxilində vəziyyətin nə qədər qeyri-müəyyən olduğunu göstərir. Müçtəba Xameneyinin görünməməsi təsadüfi deyil. İran tarixində ali dini lider institutu sadəcə dini vəzifə deyil. Bu institut ölkənin siyasi, hərbi və təhlükəsizlik sisteminin mərkəzidir. Belə bir fiqurun aylarla ictimaiyyət qarşısına çıxmaması hakimiyyət daxilində hansı proseslərin getdiyi barədə ciddi suallar yaradır. Son aylarda İran ardıcıl hərbi təzyiqlərlə üzləşib. ABŞ və İsrailin hərbi və nüvə infrastrukturu ilə bağlı əməliyyatları, yüksək rütbəli komandirlərin hədəfə alınması, raket və hava hücumundan müdafiə sistemlərinə endirilən zərbələr. Bütün bunlar Tehranın təhlükəsizlik aparatını maksimum gərgin vəziyyətə gətirib. Belə şəraitdə yeni ali dini liderin gizlənməsi iki fərqli ehtimal yaradır. Birinci ehtimal budur ki, İran rəhbərliyi onu qorumağa çalışır. Çünki onun həyatı artıq dövlət təhlükəsizliyi məsələsinə çevrilib. İkinci ehtimal isə daha təhlükəlidir. Əgər o həqiqətən ağır yaralanıbsa və ya idarə etmə imkanları məhdudlaşıbsa, hakimiyyət faktiki olaraq başqa mərkəz tərəfindən idarə oluna bilər. Bu mərkəz kimdir? Sepah, Ali Milli Təhlükəsizlik Şurası, yoxsa dini elitanın başqa qanadı? İsrail və ABŞ üçün onun yeri niyə bu qədər vacibdir? Çünki İranın gələcək qərarları birbaşa ali dini lider institutu ilə bağlıdır. Nüvə proqramı, raket proqramı, Hörmüz boğazı, İsrailə münasibət, ABŞ ilə qarşı durma. Bütün bu məsələlərdə son söz məhz ali dini liderə məxsusdur. Əgər onun harada olduğu bilinmirsə, deməli İranın gələcək addımlarını proqnozlaşdırmaq da çətinləşir. Buna görə Mərkəzi Kəşfiyyat İdarəsinin və Mossadın əməliyyatı sadəcə bir şəxsin axtarışı deyil. Bu İranın gələcək hakimiyyət modelinin axtarışıdır. Əgər Müçtəba Xameneyi sağdır və yeraltı sığınacaqdan ölkəni idarə edirsə, bu Tehranın müharibəyə hazırlaşdığı anlamına gələ bilər. Əgər onun fəaliyyəti məhdudlaşıbsa, bu hakimiyyət daxilində yeni güc bölgüsünün başladığını göstərə bilər. Hər iki ssenari yaxın şərq üçün ciddi nəticələr vəd edir. İndi diqqət bir sualda cəmlənib. Müçtəba Xameneyi haradadır? Cavab hələ yoxdur. Amma görünən odur ki, İran ətrafında mübarizə artıq yalnız raketlər və bombardmanlarla ölçülmür. İndi əsas savaş görünməyən cəbhədə. Kəşfiyyat, hakimiyyət və varislik uğrunda gedir. Namiq Abbasov, Today Press TV.